Salam, hər vaxtınız xeyir. Necəsiz? Bu günlər sizlərlə yeni bir fəslə keçid almış oluruq. Gəlin baxaq. Bakıda yerləşən Qız Qalası haqqında bildiklərinizi danışın. Sizcə o nə üçün belə adlanırdı? Burada sizin artıq öz fikrinizi soruşur. Xəzər dənizi sahilində yerləşir. Deyə bilərik. Məsələn, mənim bildiyim qədərsinə Qız Qalası o vaxt bir padşah olur, öz qızını gətirir həmin qalaya yerləşdirir. Qızın istədiyi olur. Sadəcə olaraq o qızı həmin oğlana ərə getməsini istəmir. Ona görə qızını qalaya həbs edir. Qız da buna dözməyib intihar edir və özünü qaladan aşağı atır və bundan sonra olur o Qız Qalası. İndi müxtəlif fikirlər ola bilər. Gəlin görək burada necə məlumat verib Odlar qızı. Qədim zamanlarda Abşeron torpağında belə bir şəhər vardı. Bu şəhərin əhalisi oda inanır, onu müqəddəs sayırdı. Şəhərin kənarında dəniz sahilində bir qala ucalırdı. Yerin odlu nəfəsi yuxarı qalxır, qalanın başında alovlanıb yanırdı. Şəhərə yaxın hər bir gəmiçi onu uzaqdan görürdü. Odlar yurdunun zəngin təbii sərvətləri vardı. Acgöz düşmən tez-tez bu torpağa təmas salırdı. Qəhrəman şəhər ailesi bu iş isə bu basqının qarşısını mərdliklə alırdı. Günlərin bir günü güclü sərkərdə öz qoşunu ilə şəhərə hücum edir. Şəhərin 90 gün mühasirədə saxlayır. Şəhər ailesi düşmənə sinə gəlir. Təslim olmurdu. Bir gün yurdun ağsaqqalı qalanın qarşısına gəlir. İnsanları səsləyib deyir: Odlar yurdumun mərd övladları, sizin mübarizliyiniz və vətən sevginiz diyarımızı məhv olmağa qoymaz. Biz mütləq qalib gələcəyik. Sonra üzünü qalanın başına yüksələn alova tutub dua edir. Ey od tanrısı, bizi bu bəladan xilas elə. Elə bu zaman qalanın başından möhkəm bir uğultu qopur. İnsanlar gözlərini qaladan yüksələn alova zilləyir. Onlar gördüklərinə heyrət edirlər. Alov gözəl bir qıza dönmüşdü. Onun əlində mavi alovdan qılınc vardı. Qızıl kimi parıldayan saçları çiyinlərinə tökülmüşdü. Gözlərində hər tərəfə alov saçılırdı. Bu intiqam alovu idi. Camaat nəfəs çəkmədən bu canlı alovu seyr edirdi. Gəlin indi isə ardına davam edək. Bu vaxt ağsaqqal üzünü insanlara tutub deyir: Bu odlar qızı torpağımızın xilaskarıdır. Onun od nəfəsi düşməni yandıracaq. Odlar qızı alov saça-saça düşmənin düşərgəsinə yollanır. Onu görən düşmən ordusu pərən-pərən düşür. Heç kim qızın qarşısına çıxa bilmir. Düşmən vahimə içində şəhəri tərk edir. Beləliklə orada odlar yurdu bəladan xilas olur. O gündən bu qalaya Qız Qalası deyilir. Şəhərə tez-tez olunan hücumun səbəbi nə idi? Gəlin mətnimizdən tapaq. Odlar yurdunun zəngin təbii sərvətləri vardı. Acgöz düşmən tez-tez buna təmas salırdı. Yəni birinci sualımızın cavabı var. Düşmən tərəfi nə qədər itki verdi? Bax, bu barədə heç bir məlumat yoxdur. Şəhər neçə ay mühasirədə qaldı? Şəhər neçə ay mühasirədə qaldı? Bax, burada deyilir də 90 gün mühasirədə qalır. Bir ayımızda 30 gündürsə 90 gün harada yazılmışdı? Hmm, 90 gün. Düzdür, birbaşa bunun cavabı ay olaraq verilməsə də 90 günü 3 ay deməkdir. Çünki bir ayım 30 gündür, 90 olsa biləndə 3 ay eləyir. Yəni bu sualın da cavabı var. İlk dəfə qalanı kim Qız Qalası adlandırılır? Bu barədə də heç bir məlumat yoxdur. Mətndəki əsas problem nə idi? Bu problem necə həll olundu? Baxın, problemimiz o idi ki, düşmən tərəfindən qala mühasirəyə alınır, 90 gün mühasirədə qalır. Bu problem necə həll olunur? Odlar qızı onları düşməni qarşısına çıxır və düşmən vahiməyə düşür, şəhəri tərk edir və odlar yurdu bəladan neyinir? Xilas olur. Demək, odlar qızı yurdu bəladan neyinir? Xilas etmiş olur. Mətnin birinci abzasında hansı cümlədə
aşağıdakı fikri təsdiq edir. Qədimdə Qız Qalası mayak rolunu. Mayak ümumiyyətlə nədir? Gəlin bir xatırlayaq. Mayak biz əvvəlki siniflərdə keçmişdik yadınızdadırsa. Nə demək idi? Yol göstərmək. Sahilin yaxınlığında belə, dənizin yaxınlığında belə hündür bir qüllə olur. Oradan nə edir? İşıq saçırdı, düzdür? İşıq saçırdı. Gələn gəmilər də onun işığına sahilə yol alırdılar. Ki bu işıq, bu belə dövr etdikcə, işıq saçdıqca hər tərəfdən gələn gəmi bilir ki, sahilə yaxınlaşır və diqqətli olmalıdır. Düzdürmü? Yəni gecə vaxtı yol göstərən mənasındadır. İndi qədimdə deyir Qız Qalası mayak rolunu oynayırdı. Bax, gəlin Qız Qalası mayak rolunu oynaması hardan görünürdü? Gəlin baxaq. Şəhərə yaxınlaşan hər bir gəmiçi onu uzaqdan görürdü. Hər bir gəmiçi onu uzaqdan görürdü. Odlar qızı mətnin əfsanə olduğunu əsaslandırın. Yəni hardan biz bilə bilərik ki, o əfsanədir. Bax, gəlin bu tərəfə baxaq. Deyir, ey o tanrısı, bizi bu bəladan xilas edir. Bu zaman qalanın başına möhkəm bir uğultu qopur. İnsanlar gözlərini qalaya yüksələn alova zilləyir. Onlar gördüklərini heyrət etdilər. Alov gözəl bir qıza dönmüşdü. Onun əlində mavi sopdan qılınc vardı. Qızıl kimi parıldayan saçları çiyninə tökülmüşdü. Gözlərindən hər tərəfə alov saçılırdı. Bu intiqam alovu idi. Yəni alovun bir gözəl qıza dönməsi, mavi alovdan qılıncın olması, yerin odlu nəfəsi alovlanıb yanması, bax bunlar qeyri-adi, möcüzəli olduğunu göstərir. Gəlin qısaca baxaq. Alovun gözəl qıza dönməsi. Mavi qılıncdan alovun olması. Nəfəsinin əfsanə olduğunu göstərir. Keçirin. Mətndəki hadisələrin ardıcıllığı müəyyən edin. Alovun qıza çevrilməsi, dəniz sahilinə od saçan qala, düşmən şəhərə hücumu, şəhərin, deməli qızın şəhəri xilas etməsi. Qızın şəhəri xilas etməsi ən sondadır. Birinci 2. Dəniz sahilində od saçan qala. Sonra 3. Düşmən şəhəri hücum eləyir. Alov qıza çevrilir və qız şəhəri neyinir? Xilas etmiş olur. Keçək iş dəftərimizə. Deyir ki, cümlənin altından xətt çəkilmiş ifadə mənasına diqqət et. Söz boşluğuna uyğun gələn sözlər seçərək aid olduğu cümlənin altında yaz. Göyün uğultusundan diksinən uşaqlar ora-bura dağılışdılar.
Pərən-pərən düşdülər. Orada pərən-pərən sözü. Qeyd edə bilər. Torpağımızı azad edən əsgərlər düşməndən qisas aldı. Qisas, intiqam. Siz kitabda söz bağçasına baxaraq yaza bilərsiniz. Deməli, hekayə xəritəsini tamamlayırıq. Odlar qızım. Məkanımız haradır? Baş qəhrəman kimdir? Digər obrazlar kimdir? Plan hissəsini qeyd edirik. Mətnimizin adı Odlar qızıdır. Məkan olaraq da elə Odlar yurdudur. Abşeron yarımadası da qeyd edə bilərik. Baş qəhrəmanımız burada kimdir? Odlar qızı. Digər obrazlarımız şəhərin ağsaqqalı, şəhər əhalisi, bir də düşmənlər. Giriş hissədə planımızda deyir ki, nədir? Giriş hissədə nədən danışılır ki? Giriş hissədə hansı ki, sahildə uculanan möhtəşəm qaladan danışılır. Əsas hissədə nədən danışılır? Düşmən qalanı mühasirəyə alır. Düşmən qalanı mühasirəyə alır. Alması yazaq. Alması. Sonra nə baş verir? Ağsaqqal ot tanrısına kömək istəməsi. Sonra Odlar qızı möcüzəli yaranması, peyda olması deyək. Peyda olması. Sonda nə edir? Odlar qızı ölkəni xilas etməsi. Düşməndən xilas etməsi. Sonda da nə olur ki, bu qala Qız qalası adlandırılır.